Salam dəyərli izləyicilərim, bu günləri qatları vərək-vərək, üzəri parıltılı və dadından doymayacağınız əsl paxlavanın reseptini bu videoda tam izahlı şəkildə sizlərlə paylaşıram, izləmədə qalın. Əvvəlcə içliyin hazırlanması ilə başlamışam. 600 qram qozu üyütmüşəm, amma tam da xırda hala gətirməmişəm. İçərisində biraz iri qoz dənəcikləri qalıb. Belə daha gözəl olur. Paxlavanı yedikdə qoz hiss olunur və üzərinə 200 ml stəkanla 2 stəkan yarım şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırıb içliyi hazır edirəm. Şirəsi üçün 200 ml stəkanla 2 stəkan şəkər tozunun üzərinə 1 stəkan su əlavə edib qaynayana kimi bişirirəm. Şirə qaynayan kimi qazanın altını söndürüb, üzərinə 1 çay qaşığı limon suyu və 1 xörək qaşığı bal əlavə edirəm və şirəmiz hazırdır. Bal şirəyə paxlavanın üzərinin parıltılı olmağı üçün əlavə olunur. Xəmiri üçün 800 qram, yəni 6 stəkan yarım unu ələkdən keçirdirəm. Üzərinə 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu və çay qaşığının ucunda instant maya əlavə edib qarışdırıram. Ortasında bir dəlik açıb içərisinə 2 ədəd yumurta, 180 qram xama əlavə edirəm. Marketdə satılan balaca xamalardandır. Üzərində də elə 180 qram yazılıb. Daha sonra 350 qram əridilmiş kərə yağını əlavə edirəm ilıq halda və 250 ml stəkanla stəkanın yarısı qədər ilıq süd götürmüşəm. Südü hamısını birdən əlavə etmirik. Biraz əlavə edib xəmir yoğururuq. Çox gözəl, yup-yumuşaq bir xəmir alınır və burada da gördüyünüz kimi stəkanın dibində biraz süd qalıb, yəni südün hamısını istifadə etmirəm. Hardasa 100 ml süd istifadə olunur xəmiri yoğurmaqda və 400 qram kərə yağını da əridirəm qatıları yağlamaq üçün. İndi isə xəmiri 14 kündəyə ayırıram. 2 kündə iri olacaq 180 qramla və qalan 12 kündə 100 qramlıq kündələr olacaq.
Kündələrin üzərini örtüb 5 dəqiqə kənarda gözlədirəm. 5 dəqiqədən sonra masaya biraz un səpib iri kündələrin birini yaymağa başlayıram. Bu bizim birinci qatımız olacaq. Yəni birinci və axırıncı qat, yəni son üstdəki qat iri kündələrdir, amma ara qatlar balaca kündələr. Və bu iri kündələri çox nazik yaymağa ehtiyac yoxdur. Mən biraz nazik yaydım, amma siz listinizin ölçüsü qədər yaya bilərsiniz. Mənim listim 40 santimdir və əvvəlcə listi əridilmiş kərə yağı ilə bol yağlayıram. Daha sonra birinci qatı bura əlavə edirəm. Və kənarlarını kəsirəm. Bu kənarlardan qalan xəmirlə də daha sonra mütəkkə hazırlaya bilərsiniz. Üzərini əridilmiş kərə yağı ilə yağlayıram. Və bundan sonra artıq ara kündələri yayırıq, yəni balaca 100 qramlıq kündələri və bunları da çox nazik yaymaq lazımdır. Və bu artıq bizim ikinci qatımızdır. Gördüyünüz kimi birinci qatla ikinci qatın arasına içlik əlavə olunmur. Və bu qaydada sona qədər bütün balaca kündələri nazik yayıb, üst-üstə qoyub, aralarına yağ və içlikdən əlavə edirik. Bu artıq 13-cü yuxadır. Yuxaları listə qoyduqda əllərimizlə biraz üzərini sıxlaşdırırıq ki, içlik dağılmasın. Və bu da son 14-cü yuxa. Gördüyünüz kimi son qata içlik əlavə olunmur. İndi isə yarım saatlıq soyuducuya göndərirəm ki, xəmir bərkisin, kəsməyə rahat olsun. Mən bu cür kəsirəm ulduz formasında, siz isə necə bacarırsınızsa elə də kəsə bilərsiniz. 'Üzərinə 2 yumurtanın sarısını çəkirəm. Mən kənd yumurtası götürmüşəm, ona görə də rəngi belə tündür və üzərinə qoz əlavə edib əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 15 dəqiqəyə bişirirəm. 15 dəqiqədən sonra paxlavanı sobadan götürüb kəsdiyim yerlərdən yenidən kəsirəm, çünki bişdikdə xəmir bir-birinə yapışır. Qatları yağlamaq üçün əridilmiş kərə yağından biraz saxlamışdım. Onu da üzərindən əlavə edirəm və yenidən 170 dərəcəli isidilmiş sobada 40-45 dəqiqə ərzində bişirirəm. İsti paxlavanın üzərinə soyumuş şərbəti əlavə edirəm və gözləyirəm ki, şərbət paxlavaya tam olaraq hopsun.
Və budur dostlar, çox ləzzətli, şirəli, üzəri parıltılı, dibi yapışmayan super bir paxlava alındı. Siz də mütləq bu resepti sınayın. İnanıram ki, çox bəyənəcəksiniz. Videomu sona qədər izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Uzun oldusa üzürlü sayın. Sadəcə olaraq izahlı şəkildə sizlərlə paylaşmaq istədim. Qoğal videosundan sonra bir çoxlarınız paxlavanın hazırlanmasını da məndən istəmişdiniz və mən də paylaşdım. Əgər videom sizə faydalı oldusa, like edib kanalıma abunə olmağı unutmayın ki, yeni paylaşımlarımdan anında xəbərdar olasınız. Özünüzə yaxşı baxın, hələlik.